Kodun xassələri var da. Əvvəlki kitablarda lap yaxşı qeyd olunurdu. Kodun xassələrindən biri kod, tripletdir. Bax, kodun bir xassəsi bu idi. İkinci xassəsi deyirik kod universaldır. Bu nə deməkdir müəllimlər? Kodun bir xassəsi deyirik kod universaldır. Bu nə deməkdir? Məsələn, metionin amin turşusu A, U, G ilə kodlaşır. Universaldır o deməkdir ki, axı siz bilirsiniz də, zülalsız həyat yoxdur. 4 aləmin 4-ündə də ribosom var. 4 aləmin 4-ündə də zülal sintezi gedir. Düzdür? Zaten canlını cansızdan fərqləndirən əsas xüsusiyyət o idi ki, canlılarda zülalın biosintezi, üzv maddələrin sintezi gedir. Zülalın və karbohidratın yağında. Amma cansız cisimlərdə bunların sintezi getmir. İndi məsələ budur ki, kod universaldır odur ki, 4 aləmin 4-ündə də, bakteriyada da, göbələkdə də, heyvanda da, bitkidə də metionin amin turşusu AUG-la kodlaşır. Başa düşürsünüz? Mən bitkinin də metioninə baxsam AUG-la kodlaşacaq, göbələyin də metionini AUG-la kodlaşacaq. Ona görə bax, biz göbələk yeyirik, bitki yeyirsiniz, alma yeyirik, armud yeyirik. Bu bizim bədənimizə niyə yad cisim kimi gəlmir? Görürsünüz? Amma başqa şey yeyirik. Göbələk tamam başqa şeydir. Düzdür? Tamam başqa bir canlıdır. Biz onu yeyəndə orqanizmimiz onu tanıyır. Tanıyır onu. Niyə? Çünki onlarda da amin turşuları eyni kodla kodlaşır. Ona görə bu mənim orqanizmim üçün yad bir cisim kimi gəlmir.